Biri var imiş, biri yok imiş. Bir keçi var imiş. Keçinin de 3 balası var imiş. Birinin adı Şəngülüm, birinin adı Şüngülüm, birinin de adı Məngülüm. Bu keçi hər gün gedib meşədə və çöldə otlayar, geri qaydanda buynuzunda ot, ağzında su, döşlərində süd gətirərmiş. Astanada dayanıb qapını döyərmiş. Şəngülüm, Şüngülüm, Məngülüm atıla-atıla, dingildiyə-dingildiyə qapının dalına gəlib soruşarmış. Kimdir? Şəngülüm, Şüngülüm, Məngülüm, aç qapını, mən gəlim. Ağzımda su gətirmişəm, döşümdə süd gətirmişəm, buynuzumda ot gətirmişəm. Şəngülüm, Məngülüm, Şüngülüm sevinib tez qapını açarmış. Keçi içəri girib onların otunu, suyunu verərmiş. Yedizdirər, içizdirər, yatızdırarmış. Sabah örüşə gedəndə yenə də hər gün üçünün üzündən öpüb tapşırarmış. Şəngülüm, Şüngülüm, Məngülüm, qurd sizi aldadar, aparar yeyər ha. Hər kim qapını döydü, mən deyən sözləri eşitməmiş açmayın ha. Günlərin bir günü qurd özünə söz verdi ki, Şəngülüm, Şüngülüm, Məngülümü yeyəcəm. Keçinin qapısının ağzına gəldi. Yavaş-yavaş qapını döyməyə başladı. Şəngülüm, Şüngülüm, Məngülüm də dingildiyə-dingildiyə qapının dalına gəlib səsləndilər. Kimdir? Qurd dedi. Mənəm, keçiyəm, balalarım, qapını açın. Şəngülüm, Şüngülüm, Məngülüm o saat bilirdilər ki, qapını döyən anaları deyil, qurddur. Onlara kələk gəlir. Qurd nə qədər yalvarırdı, qapını açmadılar. Qurd qapını sındırmaq istəyir, bir də görür ki, keçi gəlir. Qaçıb bir kolun dalına girir. Orada gizlənir ki, görsün keçi qapını necə açır. O biri tərəfdən keçi gəlib, qapını döyə-döyə dedi. Şəngülüm, Şüngülüm, Məngülüm, açın qapını, mən gəlim. Ağzımda su gətirmişəm, döşümdə süd gətirmişəm, buynuzumda ot gətirmişəm. Şəngülüm, Şüngülüm, Məngülüm oynaya-oynaya gəlib qapını açdılar. Keçi də içəri girdi. Həmişəki kimi onlara su, ot, süd verdi. Biraz da oradan-buradan söhbət elədilər. Balaları qapının döyüldüyünü söylədilər. Keçi dedi, o xain qurddur. Sonra balaların üzündən öpüb getdi. İndi sizə xəbər verim qurddan. Keçinin sözlərini qurd öyrənmişdi. Koldan çıxıb biraz gözlədi. Sonra yavaş-yavaş gedib qapını döyməyə başladı. Çəpişlər də oynaya-oynaya qapının dalına gəlib soruşdular. Kimdir? Qurd səsini keçinin səsinə oxşadıb dedi. Şəngülüm, Şüngülüm, Məngülüm, açın qapını, mən gəlim. Ağzımda su gətirmişəm, döşümdə süd gətirmişəm, buynuzumda ot gətirmişəm. Balalar elə bildilər ki, onları çağıran analarıdır. Cəld qapını açdılar. Qurd o saat Məngülümü yedi. Şəngülüm, Şüngülüm qaçıb gizləndilər. Qurd çox axtardı, ancaq onları tapa bilmədi. Keçinin qorxusundan qaçıb getdi. Elə ki qurd getdi, Şəngülüm, Şüngülüm gizləndikləri yerdən çıxıb qapını bağladılar. Bir küncdə oturub ağlamağa başladılar. Axşam düşdü. Keçi örüşdən qayıdıb qapını nə qədər döydü, ona cavab verən olmadı. Çəpişlər elə bilirdilər ki, yenə də qurddur gələn. Ona görə cavab vermədilər. Keçi geri çəkilib qapıya bir buynuz ilişdirdi.
Dalbadal bir buynuz, iki buynuz. Şəngülümlə Şüngülüm gördü ki, qapını sındıracaq. Gəlib qulaq verdilər. Balaca deşikdən baxdılar ki, bıy, analarıdır. Qapını açdılar. Keçi onlardan soruşdu. Bəs Məngülüm hanı? Onlar başladılar ağlamağa. Əhvalatı analarına danışdılar. Keçi işlənib dedi. Yaxşı, qurdla mənimki qalsın. Siz qapını bağlayın, evdə oturun. Keçi düşdü yolun ağzına. Az getdi, çox getdi. Gəlib bir damın üstünə çıxdı. Ayaqlarını yerə döyməyə başladı. İçəridən səs gəldi. O kimdir damın üstündə? Tappur tuppur döyür. Ayağın damın üstündə. Keçi dedi. Balamı sən yemisən? Tülkü cavab verdi. Yox, mən yeməmişəm. Get qurddan soruş. Keçi oradan dəmirçinin yanına gəlib dedi. Dəmirçi qardaş, mənim buynuzlarımı qılınc kimi iti elə, nizə kimi şiş. Sənə bir kasa qaymaq, bir kasa da süd verəcəm. Dəmirçi razı oldu. Birazdan keçinin buynuzları qılıncdan da iti oldu. Keçi onun qaymağını, südünü verdi. Keçi getdi, çıxdı qurdun damının üstünə. Bu vaxt qurd da bir qazan aş asmışdı. Ocağın üstündə pişirirdi. Keçi damı döyəndə bunun aşının içinə torpaq töküldü. Onda qurd çağırdı. O kimdir damım üstə? Toz tökər şamım üstə. Aşımı şor elədi, gözümü kör elədi. Keçi cavab verdi. Mənəm canavar. Buynuzum qoşa-qoşa. Balamı sən yemisən. Gəl girək bir savaşa. Qurd cavab verdi. Çox gözəl. Gəl savaşa, elə mən də səni axtarırdım. Qurd sözlərini tamam elədi. Dişlərini qıcıdı, istədi keçini yesin. Keçi ona aman vermədi. Geri çəkilib irəli gəldi. Ona elə bir buynuz vurdu ki, buynuzları 2 qarış onun qarnına işlədi. Qurd bərkdən uluyub yerə yıxıldı. Keçi o saat onun qarnını yırtıb Məngülümü çıxartdı, bağrına bastı, gözlərindən öpdü. Qurd qışqırıb dedi. Vay qarnım, vay! Keçi dedi. Məngülümü yeməyəydin, vay qursağım deməyəydin. Xain qurd öldü. Keçi balası Məngülümü götürüb evə yollandı. Şəngülüm, Şüngülüm Məngülümü görəndə çox sevindilər. Onun üzündən gözündən öpdülər. Şadlıq elədilər.